What's over there? Huh? What's over there? Oh, one of the guys live up here. Oh, okay. That was a hiking trail? Oh, yeah. Salam dostlar, bugün Havay adalarında hiking edəcəm və gəzdiyim yerləri çəkmək istəyirəm, sizə göstərmək istəyirəm. İlk öncə deyim ki, marşrutla gedəcəm. Thank you, sir. Hal-hazırda Coco Head deyilən bir yerə gedirəm. Burada orada hiking eləyəcəm. Suyumu, nə bilim, şarj eləmək üçün, zaryadkaya qoymaq üçün powerbankımı və digər əşyaları götürmüşəm və gedirəm, marşrutla gedirəm. Çünki marşrutla gedəndə daha çox mənzərəli yerləri görmək olur. Həmçinin yəni mənzərəli yerlərlə keçir. Taksi ilə gedəndə ya Uber ilə gedəndə o qədər, ya da ki maşınla gedəndə o qədər maraqlı olur. Ona görə belə gedirəm. Həm də ki məsafə uzaqdır, biraz video çəkəcək getmək istəyirəm. Marşrutun qiyməti $5.50 bir günlüyün qiymətidir. $2.75 isə bir dəfəlik, yəni bir tərəfə getmək üçün ödəyirsiniz. $5, mən $6 ödədim, stas vermir o aparat. Yəni $6 ödədim və günlük belə bir day pass yazılıb və həmin gün, yəni Wednesday, 3-cü gün, həftənin 3-cü günü burada göstərir, onu qeyd edir. Və indi marşrutla gedirəm. Marşrutda heç kim yoxdur məndən başqa. Marşruta minmək üçün maska tələb olunur koronavirusla bağlı və boşdur. Bu yolda yəqin ki gedən yoxdur, ya nəsəsə, ya da ki mən getdiyim vaxt biraz günün orta çağıdır deyə gedən yoxdur. Marşrutu astronavtları saxlatmaq üçün burada belə bir şey var. Bu ipdir, yəni burada da var, hər yerdə, əsasdan hər yerdə var, həm də düymələr də var bəzi yerlərdə, bunu çəkirik. Görürsünüz, orada da yazılır ki, stop requested, yəni növbəti astronavtları saxlamağı xahiş edelim. Bunların marşrutlarının qapısını tələməsi açılmır, belə avtomatik açılmır yəni. Gerək itələyəsən qapını. Thank you, sir. Belə itələməlisən ki, qapısı açılsın. Hara gəldiyimlə bağlı heç bir fikrim yoxdur əslində. Gəldim, marşrutdan düşdüm. Hiking eləmək üçün burada bir park var, Coco Park dediyim kimi. Hiking eləyəcəkdim. Burada bir neçə nəfərlə gördüm və onlar dedi ki, bağlıdır və axtarırlar başqa hiking eləmək üçün yer. Mən də hələ ki yolun kənarı ilə gedirəm. Belə bir yoldur. Okean sağ tərəfdə. Bir tərəfdə dağ. Yavaş-yavaş gedirəm. Növbəti astronavtkaya qədər getmək istəyirəm, əgər maraqlı bir yer olmasa. Oradan marşrutdan başqa yerə gedəcəm. Yəni, gəzəcəm bacardığım qədər. Azca hava küləklidir, özür istəyirəm. Yəni, bura okeanla dağın birləşdiyi bir yerdir. Və hal-hazırda mən Coco Parkın deyilən yerdəyəm. Parkın girişi bağlıdır. Mən də kənar başqa bir yerdən girmişəm. Çox güman ki, buradan giriş qadağandır, amma yenə də hasardan girmişəm. İlk öncə deyim ki, bu gördüyünüz dağ burada vulkan olub əvvəl. Bu gördüyünüz bu şeylər hamısı, yəqin ki bilirsiniz bunlar nədir. Bu bizdə Azərbaycanda da hətta bu daşlar daban daşı kimi istifadə olunur. Yəni bizim daban daşı deyirlər yəni. Yerdə hər yer həm lavadır, həm də ki bu su ilə qarışan daşlardır. Bu da adını bilmirəm, bildiyim qədər lavadır bu da. Burada sürüşüb yıxılsam düz okeana gedəcəm, yəni bunun qaçarı yoxdur. Çox ehtiyatlı olmalıyım çünki biraz sıldırımdır bura. Düz aşağısı okeandır yəni. Ayağım sürüşsə belə gedirəm aşağı. Çox da otlar olan yerə getmək istəmirəm. İlan, nə bilim, müxtəlif heyvanlar olar deyə. Çünki təbiətinə bələd deyiləm bizə bir yerdir deyə.
acayip bir səslər gəlir aslında. Bilmirəm, hardan gəlir. Okean çox təmizdir. Tərtəmizdir yəni. Hətta yəqin ki kamerada da müşahidə edirsiniz. Çox gözəldir yəni. Belə bir şey çox nadir görmüşəm yəni. Amerikada, Azərbaycanda ümumiyyətlə görmüşəm. Tam özümü səyyah kimi hiss elədim. Bayaqdan hələ də gəzirəm. Saatına qorumuşam, nə qədər gəzirəm deyə baxıram. Hələ ki 1 kilometr olmayıb. Yavaş-yavaş gəzəcəm. Bacardığım qədər gəzməyə çalışıram. Biraz çətindir burada. Ancaq belə daşdır. Daşların üstündə yeriyirəm. Bu biraz çətindir, arada ayağım sürüşür. Bayağı da kalori itirmişəm. Yeməyi də heç nə götürməmişəm, sadəcə su götürmüşəm. Yaxında da mağaza yoxdur təbii ki. Bir xeyli yer yeridikdən sonra gəlib bu iki belə dağ kimi yerin birləşdiyi yerə çatdım. O tərəfə keçmək istəyirəm. Orada bir nəfər adam görmüşəm. Yəqin ki görürsünüz. Oraya yaxınlaşmaq istəyirəm və bu ortada belə bir çox dərin bir yer var. İndi oraya düşməyə çalışıram. Burada qəşəng yerdir. Burada çox dik sıldırım var. Bu yolla gedə bilməyəcəm. Buradan qalxmalıyam. Bu kadar da çatmıyoruz. Değilmiş. Manzara. Görürsünüz nəsə çadır var. Kimsə yaşayır burada. Burada da belə bir şey var. Hələ heç kimi yəni yaxından görməmişəm adamı. Görsəm soruşacağam nə məsələdir deyə. What's this one for, bro? Fishing? Oh, okay. Can I shoot a video? Yeah. Balık tuttular, balık tuttular. Kardeş sen bağlı ya. Dağların arkasından bayaqdan gəlirəm və buradayam. Hansı ki burada balıqçılar balıq tutur və qabaqda da yəqin ki görürsünüz. Orada da balıqçılar balıq tutur.
Bir şey hiss elədim. Burada biraz külək azdı. Sizə izah edeyim. Okean sahilində yeriyirəm. Yəni bu dağlı yer olsa da okean sahilində hiking edirəm. Və bir şeyin fərqinə vardım. Burada hardasa bir yarım saatdır ancaq okeanı tamaşa edirəm. Çox, yəni inanın ki, belə bir insanın ruhunu dincəldən başqa bir şey yoxdur yəni. Həqiqətən çox dincəldir adamı. Çox, yəni necə deyim? Əsəblərin sakitləşir, yorğunluğun çıxır. Başqa bir şeydir, yəni həqiqətən çox fərqli bir şeydir. Əgər Azərbaycanda da dəniz var, belə bir yer varsa, yəni okean, dalğalı bir yer varsa, məncə sizə də məsləhət görərəm. Mən heç vaxt Bakıda getməmişəm belə bir yerə. Məsləhət görərəm sizdə. Bunu bir yoxlayın yəni. Çünki həqiqətən başqa bir şeydir. Abidə kimi bir yerə gəlib çıxmışam. Balaca bir abidədir. Belə okeanda çimenlər də var. Burada maraqlı bir yerə gəldim. Hansı ki buradan okeanı qəşəng görmək olur. İlk öncə deyim ki, burada çimirlər. Çimərlikdir. Burada Koko Vulkan dağı. Artıq 11 kilometrə yaxın yol yerimişəm. Yorulmuşam, çox da acımışam. Burada çimərliyə gəldim, çıxdım. Əslində marşrut lazımdır mənə. Çimərlik bir o qədər önəmli deyil, amma yenə də belə qəşəng maraqlı çimərliyə gəldim, çıxdım. Artıq buradakı çimərliklərin hamısını demək olar ki, gəzdikdən sonra baxdım, biraz videoda çəkdim. Məncə qayıtmağın vaxtıdır. 11 kilometrdən biraz çox piyada gəzdim. Maraqlı yerlər gördüm. Hiking çox qəşəng bir şeydir. Əslində mən səhər çıxsam daha yaxşıydı, amma okean sahillə gəzdiyim üçün o qədər hiss eləmədim ki, yəni hava istidir, çünki küləklidir, küləyi var. Özünüz də gördünüz video müddətində. Çox maraqlıydı. Çox maraqlı yerlər gördüm. Gəzdim, yoruldum, amma yorulduğuma, yəni fiziki yoruldum. Amma beynim çox dincəldi. Həqiqətən dəhşət dincəldi. Yəni sakitçilik, huzur. Çox qəşəng bir şeydir. Hiking və okean sahilində gəzmək məncə çox qəşəngdir. Sizə də tövsiyə edirəm. Fərqi yoxdur. Harada su gördünüz, çay gördünüz, nə bilim. Mən uzun müddətdir belə bir uzun məsafəni piyada yeriməmişdim. Amma yeriməyimə dəydi. İndi marşruta gedirəm. Deyəsən elə bura marşrut astanovkasıdır. Görək nə vaxtda marşrut gəlir. İndi artıq gedirəm otelə. Marşrut vaxtında gəldi. Heç 10 dəqiqə gözləmədim. Çox maraqlı yerləri gəzdim, yenə deyirəm. Yəqin ki gördünüz. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Hər kəsə təşəkkürlər. Bəyəndinizsə paylaşmağı unutmayın. Sizə də qismət olsun belə gözəl yerləri gəzmək. Təşəkkürlər.